Sahil Babayev'den xahiş edirəm. Bütün dövlət qurumlarında maliyyə yoxlanması gerçəkləşsin. Hesablama palatasına da ehtiyac yoxdur həvalə etmək. Maliyyə naziri çox gözəl bilir ki, kim ayda nə qədər pul ayrılıb, nə işlə məşğul olub, hara xərcləyib. Onlara nəzarət eləsin, onların hesabatını alsın. Bütün dövlət qurumlarında Zahir bəy %99 cinayət əməlləri var, hamısı aşkarlanmalıdır. Bu başdan da mən bu istehsalatda, ayrı-ayrı dövlətin iqtisadi infrastrukturlarında yaxından iştirak etdiyimə görə gözəl görürəm ki, Azərbaycanda getdikcə Zahir bəy, Azərbaycanın dağıdılmasının qarşısını alma bir prosesi baş verib. Mən inanıram ki, Sahil Babayev birbaşa Azərbaycan Cumhurbaşkanı iradəsindən bunu gerçəkləşdirir. Ləyaqətlə gerçəkləşdirir Zahir bəy. Mən bunu təkrar deyirəm. Sahil Babayev haqqında Azərbaycan cəmiyyətində kifayət qədər mənfi imic yaradıblar. Bugün onu müdafiə eləməyin özü riskdir. Amma mən Azərbaycan dövləti adına, Azərbaycanın gələcəyi adına Sahil Babayevin bu atdığı addımları alqışlayıram. Bütün Azərbaycan xalqını onun fəaliyyətində ona dəstək olmağa çağırıram. Bu Azərbaycan Cumhurbaşkanının siyasi iradəsinin qalib gəlməsi, Azərbaycan dövlətinin qalib gəlməsi deməkdir. Və eyni zamanda Azəravtodayol servisdə təyin olunan gənc dostumuzu mən alqışlayıram, ciddi işlər görür. Ciddi yoxlamaları davam etdirməlidir. Cinayətkar qruplar, PKK tərəfindən idarə olunan, ələ keçirilən, ayrı-ayrı dövləti dağıdan Fethullah Gülen tərəfindən, Rus agenturası tərəfindən, İran faşist agenturası tərəfindən Azərbaycana vurulan zərbələrin qarşısını alma prosesi gedir. Onlar da direniş göstərsinlər. Biz onların yanında duracaq, sona qədər onlara dəstək verəcək.